Salam əziz izləyicilər. Mən astroloq Aytən Salami, astrologiyanı öyrənirəm və Astrolab kitablarının müəllifiyəm. Hal-hazırda izlədiyiniz veriliş Merkur retrosudur. Onu qeyd eləmək istəyirəm ki, verilişimizə dəvət olunan qonaqların icazəsi ilə doğum xəritəsini analiz edirəm və bugünkü suallarımızı tərtib edirəm. İndi isə gəlin keçid edək bugünkü qonağımızın təqdimatına. İlk öncə onu astroloji olaraq təqdim edəcəm. Çünki bugünkü studiyamızın qonağı yalnız səhnənin deyil, eyni zamanda ruhların da dilini bilən gözəl bir xanımdır. Onun xəritəsinə diqqət eləyirəm. Günəş bürcü Qoçdur. Səhnədə cəsarəti, lider ruhluğu və alov kimi enerjisi diqqət çəkir. O sadəcə ifa etmir. O çıxış etdiyi hər bir səhnədə yeni bir başlanğıc yaradır, yeni bir iz qoyur. Ay bürcü Balıq isə onun səsinin sirridir. O musiqini oxumur, o onu hiss edir. Yüksələn bürcü Boğa isə bu zərif ruhu səhnədə bədənə gətirir və zəriflik, estetika, zövq, təbii gözəlliyi ilə tamaşaçıların hər zaman sevgisini qazanır. O, muğamın dərinliyini və operanın əzəmətini özündə birləşdirən dəyərli bir sənətkardır. Bugünkü qonağımız Azərbaycanın əməkdar artisti, muğam və opera balet ifaçısı, dəyərli xanım, dəyərli sənətkarımız Gülüstan xanım Əliyevadır. Gülüstan xanım, xoş gəlmisiniz. Xoş gördük. Necəsiz? Çox sağ olun, yaxşıyam. Mən təşəkkür edirəm ki, siz gəlmişsiniz. Mən necə olmağımı siz astroloq olaraq düşünürəm ki, daha yaxşı bilirsiniz. Bəli, biz sizinlə danışdıq, hər şeyi bilirik. İnşallah ki, hər şey daha yaxşıya doğru gedəcək. İnşallah. Allahın köməkliyi ilə. Gülüstan xanım, mən düşünürəm ki, tamaşaçılarımız üçün də çox maraqlı olar. Sizin kimi ziyalı bir xanımın astrologiyaya olan marağı və düşüncəsi. Bilmirəm, bu mənim uşaq yaşlarımdan bu məndə yaranıbdır. Mən hələ deyəsən 6-cı, 5-ci sinifdə oxuyurdum. Qəzənfər Paşayevin çox maraqlı bir kitabı işıq üzü gördü. 6 il, 6 ay Dəclə Fərəd sahillərində. Belə bir adlı kitab idi və mən də təbii ki, o dövrün uşaqları olaraq kitablara çox maraqlı idi. Çünki əlimə nə kitab keçirdisə oxuyurdum. Baxmırdım ki, bu mənə aiddir və yaxud deyil, bədii kitab olsun, belə olsun. Bu kitab məni çox özünə cəlb elədi. Burada mən ilk dəfə orada tanış oldum ki, insanların sən demə doğum tarixinə görə bürcləri var imiş və hətta onların rəngləri var imiş, daşları var imiş. Yəni bu məni o qədər özünə cəlb elədi. Hardasa mənim bir 12-13 yaşım var idi və mən elə o vaxtdan mütəmadi olaraq başladım elə oxumağa özüm üçün, yəni elə sırf maraq olaraq və bu hər zaman məni özünə çəkir. Və mən həmişə düşünürəm ki, nə baş verirsə hər şey göydədir. Yer sadəcə olaraq onun bir əksidir və güzgüsüdür və illər keçdikcə daha doğrusu insan daha da kamilləşdikcə bunu dərk edir ki, bu həqiqətən belədir və hər zaman bu fikirlər məni özündə çəkib saxlayır və hər zaman astrologiya ilə maraqlanmağıma, yəni səbəb olur. Səbəb budur. Həqiqətən də izləyicilərim də nəzərə çatdırmaq istəyirəm. Gülüstan xanım çox gözəl astroloji məlumatlara sahibdir. Yəni biz onunla danışanda, vallahi hər şey bilirsiniz. Mən sizinlə danışanda deyirsən ki, Aytən Saturn Qoçdadır, mənim günəşimin üzərindədir, 12-ci evdədir. Yəni hər kəs sizin Merkur da günəşdən keçir. Bəli, bəli. Hər bir şeyi bilir Gülüstan xanım. Çox gözəl bir astroloji izləyicidir. Ayın 16-sı da artıq Buğada olacaq. Baxın, hər şey bilir. Buğda bir yeni ay olacaqdı və bu da mənim yüksələnin Buğa olduğuna görə bildiyiniz kimi bu məni çox maraqlandırır və bilirsiniz, əslində insanların çoxu astrologiyanı bir mistika kimi, bir fal kimi deyərdim, düşünürlər. Əslində bu belə deyil. Astrologiya insanlara yön göstərir. İnsanların yolunu, öz yolunu düzgün təyin etməsi üçün bir kompasdır, mən belə deyərdim. Necə deyim, bir yol göstərəndir. Yəni, mən artıq illərdir, yəni son 10 ili də deyərdim, yəni mən çox dərindən oxuyuram, yəni xüsusilə öz bürcüm üçün, özüm üçün və inanın ki, mənə 90%, yəni bunlar həqiqətən də, yəni biz istəmədən də
biz istəmirik bu baş versin. Yəni mən bilirəm ki, hə belə bir şey baş verə bilər, amma istəmir. Yəni onun qarşısını almaq istəyirəm. Amma çox vaxtı elə bu baş verir. Deməli, bu bizim gücümüzdə deyil. Bu fövqəladə təbii qüvvələrin gücündədir. Qurban olum ilahinin və ondan aşağıda olan planetlərin gücündədir və onlar yerlərini dəyişdikcə fəzada belə bir yəni böyük qlobal bir dəyişikliklər baş verir və bu da yerdə təbiidir ki, biz insanların üzərində də öz əksini tapır. Bir ay bundan öncə Gülstan xanımla danışdım, bir hadisə yaşadım mən və mən Gülstan xanımla danışdığımda Gülstan xanım mənə dedi ki, Aytən, sən bilirsən axı sən astroloqsan ki, sən bunu etməməliydin, bilirdin nəticəsi belə olacaq. Mən dedim ki, Gülstan xanım, mən düşündüm ki, mən bunun qarşısını ala bilərəm, eybi yox. Yəni bir astroloq olaraq hətta mən təbiətə, kainata qarşı gəlmək istədim. Amma necə oldu? Qarşı gələ bilmədim. Orada nə olmalıydısa mən onu yaşadım. Yəni bu da onun sübutudur ki, həqiqətən də biz enerjiləri dəyişə bilmirik. Biz həqiqətən astrologiya göy üzünə deyirsə, baş verir. Siz enerjilər dəyişmək olur. Frekansları da dəyişmək olur, bəli. Bundan necə deyim, hətta sən öz karmanda dəyişə bilirsən, tale yolunu da dəyişə bilirsən. Amma bunun üzərində o qədər çalışmalar, siz mənə daha yaxşı bilirsiniz. O qədər çalışmalar lazımdır ki, yəni ki biz işimizi buraxıb ancaq insan çox kamilləşməli, çox öz üzərində. İşimizi buraxıb ancaq bu olasılıqlarla məşğul olmalıyıq ki, bu baş verməsin, bu baş verməsin. Amma təbiidir ki, hər birimizin bir bəlli bir həyatımız var, işimiz var və özümüz istəmədən də o hadisələrlə rastlaşırıq. Biz bunun üçün gələk real həyat ritmindən uzaqlaşaq. Qurular olur başqa ölkələrdə, uzaq ölkələrdə. Onlar bir dağa çəkirlər, inzivaya, tamamilə özlərini kainata, şamanlar, qurular. Amma biz bunu eləyə bilmərik. Çünki biz artıq real həyatın içindəyik. Bizim ailə həyatı qurmuşuq, bizim işimiz var, bizim öhdəliklərimiz var. Ona görə də biz istər-istəməz səhvlər də eləyəcəyik. Biz karmalarımızı da hardasa yaşayacağıq. Yəni bundan qaçış yolu çox çətindir. Yəni çox kamil insan olmalıyıq. Amma hansısa bir nə bilim hadisəni, hansısa bir necə deyim, günlük həyatımızdakı nəsə bir olasılıqları biz önləyə bilirik bununla. Bəli, tamamilə düz deyirsiniz. Yəni proqnozlarda bunu önləmək olur. Gülstan xanım, Günəş bürcünüz Qoçdur. Bəli. Liderlik, cəsarət xüsusiyyəti özündə göstərir. Ay bürcünüz Balıqdır. Həssas, o səsinizdə olan zəriflik, həssas ruhunuz, dincliyim oradadır. Dincliyiniz, ay bürcünüz Balıqdır. Yaxşı, cəsarətiniz, Günəşiniz Qoçdur. Bir hərəkət, bir cəsarət enerjisi verir. Yüksələnim də buğadır. Bu üstəlik mənə daha da çox çalışmaq, daha çox işləmək və hər şeyi işləyərək qazanmaq, öz gücümə qazanmaq. Tamam, torpaq müsürü funksiyası verir. Təəssüf ki, belədir. Günəşinizlə, günəşinizdə olan cəsarət, dəlisovluq enerjisi, ayınızda olan sakit, huzur enerjisi ilə bəzən təzad yaradırmı? Yəni bəzən yox, hər zaman təzaddadır. Və onu necə onu siz belə deyim, balansda saxlaya bilirsiniz? Necə deyim, özümlə mübarizə aparıram. Belə deyək, daim mübarizəyəm daxilimdə. Mənim kiçik bacım Aydır. Yəni balıq bürcüdür. Mənim ay bürcüm ondadır. Çox gülməlidir ki, həmişə ona mənə ziyan gəlir, amma hər zaman istəyirəm ki, o yanımda olsun. Və yaxud mən onun yanına gedirəm. Yəni, deyim ki, belə qeyri-adi bir necə deyim, həyat tərzi yoxdur. Yəni, bizim kimi, yəni hamımız kimi. Yəni, qeyri-adi bir özəlliyi yoxdur bacımın. Savad olaraq da, nə bilim, bir dünya görüşü olaraq da, açığın deyək də. Amma mən onun yanında dincəlirəm. Dincəlirsiniz. Yəni, həmişə anam deyirdi ki, həmişə sən bunu özündən, sən sumkandı, həmişə özündən daşıyırsan. Yəni, hara gedirəmsə, istəyirəm ki, o yanımda olsun da. Peki, huzur verir sizə, ona huzur verir. Bəli, mən sonralar artıq bunu, bu astrologiyanı dərk eləyəndən sonra başa düşdüm ki, aydadır, vidadır, elə bu mənim ruhumdur, rahatlığımdır. Ona görə hər zaman istəyirəm. Bax, indi gəlmişəm, onu evdə qoymuşam, gəlmişəm bizdə, gətirmişəm özümlə bizə və bilirəm ki, mənim ruhum, mənim rahatlığım məni evdə gözləyir. Yəni, evdə var. Yəni, hər zaman heç bir şey etməsə belə,
Yəni onun olmağı məni rahatlaşdırır. Hə. Bu da bax elə o dediyiniz o balıqdan irəli gəlir. Astrologiyada bax ona görə də mən deyirəm ki, münasibət uyğunluğu çox önəmlidir. İki insanın münasibətdə uyğunluğu çox vacibdir. Biz dost seçəndə, bacı qardaşla yola getməyimiz, getməməyimiz, partnyorla yola getməyimiz, getməməyimiz məhz bizim bax o ay bürcümüz var, huzur, o insanın yanında huzurlu hiss ediriksə, nə olur olsun biz o insana doğru çəkilirik. Yəni bu çox önəmlidir. Güzdən xanım, doğum xəritənizə baxmışam. Mübarizəli, sınaqlı bir enerji göstərir. Həyat yolu, yəni yaşamısınız, belə deyək də. Və Qoç bürcü də biraz səbirlə bağlantılı mövzuları gündəmə gətirir. Çünki Qoç bürcü hər zaman cəsarət, liderlik, amma eyni zamanda həyat ona bir səbir sınağı. Səbirlə sınanmağı verir. Necə? Bu mənim sınağımdır. Səbir mənim ən çətin imtahanımdır həyatımda, belə deyərdim. Elə ailədə də, işdə də, yəni çevrədə də. Yəni bir yerə gedəndə məsələn bir hadisə baş verib, məsələn bir qrup insan ora yaxınlaşır və öndə birini görürsən ki, gəlir də bu insanların ən önündə o gəlir. Bil ki o qoçdur. Bil ki o qoçdur, yəni cəsurdur. Mən edərəm, mən bacararam. Siz oturun, mən eləyəcəm hamısını. Yəni bütün bunlar əslində qoçların özünə çox ziyan gətirir. Belə deyərdim. Yəni fiziki olaraq çox yorur. Yəni ruhən də yorur. Bəli, bir zaman gəlir ki, artıq bunlardan yorulursan. Amma qoçun o səbirsizliyi, o cəsurluğu, o mərdliyi, bəzən dəlisov ruhu, qoçaqlığı bu şeyləri yükləyir qoça. Yükləyir və mən artıq o yaş dönəmimə gəlmişəm ki, onu da demək istəyirəm ki, artıq dərk eləməyə başlamışam qoçu, sözün əsl mənasında və bir 10 il bundan əvvəl artıq mən səbir etməyi öyrənmişəm, etməyi öyrəndim. Yəni, özümə də matəl qalırdım ki, yəni necə, həqiqətən yəni mən bu səbri özümdə gördüm də, necə oldu ki, mən bu sözü saxladım da, demədim. Necə oldu ki, mən o iclasda səbr elədim, o sözü mən demədim. Yəni, artıq, necə deyim, müdrikləşib, qoç artıq müdrikləşmək istəyir. Bəli. Zaten həyatda biz doğum xəritəmizdə olan enerjilərin dünyaya gəlir. Amma zaman keçdikcə insanlar təcrübə qazanır. Yavaş-yavaş o xəritəmizdə də progres xəritəmiz var əslində. Progres xəritəmiz hal-hazırda bugün mən hansı nöqtədəyəm? Orada da bizim bürclərimiz dəyişir, yüksələnlərimiz dəyişir. Artıq doğrudanmı? Bəli, hal-hazırda sizin progres xəritənizdə sizin bürcünüz buğadadır. Buğadadır və daha sakit günəş bürcünüz. Artıq o günəş Qoç bürcünün o cəsarətindən, o çılğınlığından çıxır. Sakitlik, təmkinlik, rahatlığa doğru gedir. Ona görə də artıq siz yavaş-yavaş onu hiss eləməyə başlayır. Çünki yenə deyirəm, yəni biz bu bürcdən dünyaya gəlirik, amma insan ola bilməz ki 20 yaşında deyil insan olsun. Əgər insan özünü, necə deyim, püxtələşdirməyə bacarıbsa, nə gözəl. Bu, yəni, insan üçün ən böyük qazancdır, ən böyük qazancdır bu. Və nə xoş ki mənə, əslində, bilirsiniz, mən özümdə son illərdə elə şeylər kəşf eləmişəm də, mən bir anda qırıb atan, yəni üzünü çevirib gedən bir adam idim. Amma illərdən görürəm ki, yox, hətta mən o qırıb atıb getməli olduğum adamı da nədənsə səbr edirəm. O adama da nədənsə səbəbini də bilmirəm. Yəni o adam heç ona layiq də deyil. Heç ona necə deyim, heç ona o dəymir. Amma mən özümdə o şeyləri artıq yəni üzə çıxmağını hiss edirəm ki, yəni necə ola bilər ki, mən fikirləşirəm, yəqin bu yüksələnimdəndir. Amma indi dediniz, deməli mən artıq buğaya doğru addımlayıram, torpağa doğru, daha doğrusu belə deyək. Bəli, addımız. Eyni zamanda xəritənizdə belə bir kombinasiya var. Cənub və Şimal ay düyümü birləşməmiz var bizim. Cənub ay düyümü isə Əqrəbdir və Şimal ay düyümü Buğa bürcüdür. Cənub ay düyümünün xüsusiyyətində biz dünyaya gəlirik. Əqrəb, krizlər, problemlər, Simurq quşu kimi küllərindən doğulmaq,
Cənubi Məğrib insanları həyatının ilk yarısında çox böyük problemlər yaşayır, krizlər yaşayır, itkilər verir. Həyat onu güc sınağına çəkir, amma həyatın ortasından sonra isə artıq dinclik, rahatlıq, komfortlu olmaq, artıq krizlərdən yoruldum, artıq problemdən yoruldum. Mən həyatı artıq axışda yaşamaq, sakit olmaq istəyirəm. Bu enerjiyə doğru aparır. Yəni siz güclənərək, krizlərlə güclənərək sakitlik enerjisinə doğru gedirsiniz. Həyatda daha çox bunu artıq hiss eləməyə başlamısınız. Həm yüksələdiniz buadır, həm də eyni zamanda getməli olduğunuz yol. Yəni həyat sizi krizlərdən sakitliyə doğru, komforta doğru, artıq huzur axtarışına doğru müdrikliyə doğru getmək istəyirəm. Bəli. Əslində o qədər düzgün bunu izah etdin. Bunları mən hiss edirəm, amma ifadə edə bilmirəm və anlamını başa düşmürəm ki, bu niyə belədir və yaxın dostlarıma sual verirəm özüm haqqında. Deyirəm ki, sanki bir arafdayam da, belə deyək. Sanki bir asılı bir vəziyyətdəyəm, yellənirəm də belə, yellənəcəkdə bilmirəm hansı tərəfə getsəm daha yaxşıdır. Məsələn, nə edim ki, o dincliyi, o reels deyək də, o yolu, o rahatlığı mən tapa bilim. Yəni bu hansı tərəfimdədir mənim? Hansı cəhətimdədir? Yəni hansı yönə getsəm bu mənim üçün, bax, elə bu siz dediyiniz, elə bunlar imiş. Yəni, Şimal ay düyümü birinci evinizdə. Yəni, siz rahatlığı bilirsiniz, necə tapa bilərsiniz özünüzdə. Özünüzə vaxt ayırmaq, dinclik tapmaq, özünüzü başqalarından daha çox fikirləşmək. Təəssüf ki, qoçlarda bu çox azdır. Ola bilər indi bu son dönəmlərdən nəsə baş versin, nəsə dəyişsin. Böyük ehtimal ki, Saturn, Neptun sizi biraz yavaşladacaq. Əslində hiss edirəm onu. Hiss edirəm onu. Artıq bir həftədir. Hiss edirəm. Ayın elə bir ki, bugün, bax, məhz bugün 14-dür. Artıq o hiss etdiklərimin start günüdür və bu gündə onu mən hiss edirəm və dualar etməliyəm. Bəli. Dualar. Yəni dualar deməzdim də, əslində hər bir insan duanı fərqli dərk edir. Hər bir insan üçün dua sözü, yəni dua anlamı fərqlidir. Bəli. Biri Allaha dua edir, sitayiş edir, biri nə bilim dualar edir, Allahdan bir şeylər istəyir, biri hər bir fərqli dua edir. Biri totem olaraq nəsə bir dua edir. Yəni insanlarda bu fərqlidir. Yəni mən düşünürəm ki, istəməliyəm kainatdan. Tamamilə doğru. İstəməliyəm və mücərrət yox, konkret istəməliyəm. Bunu hiss edirəm ki, bu belə olmalıdır. Bu ayın axırına kimi mən bunları etməliyəm. Və mənim sanki elə bir ki, o istəməli olduğum nələr ki var, onlar qarşıma çıxıb indi qarşımdadır. Və mən bunları yəni həqiqətən də, ürəkdən istəməliyəm ki, bunlar olsun, həyata keçsin, olsun və inanın mənə, yəni bu bütün insanlar üçün belədir. Sadəcə olaraq insanlar bunu bilməlidir, hiss etməlidir və onu etməlidir. Allah kainat deyək, bizə onu hiss etdirir. Yetər ki, insan onu hiss etsin. Və mən astrologiya ilə yəni maraqlanandan bəri bu yana, yəni bu şeyləri daha dərindən hiss etməyə başlamışam və bu olumlamalar deyək də, bu olumlama, olasılıqlar da olub və həyata keçib. Yəni mən həyatımda mən bunu şahidiyəm, etmişəm və edirəm də. İnşallah ki, başlayacağam artıq. Hər şey yaxşı olacaq. Baxın, Güsnə xanım, elə sizin timsalınızda çox insanlar var ki, mən çox efirlərə, verilişlərə gedirəm və deyirlər ki, yox, astrologiya yoxdur. Yəni, insan gələcəkdə heç bir proqnoz yoxdur. Siz sadəcə olaraq şuur altında düşünürsünüz. Elə deyil. Elə deyil. Elə deyil. Mən deyirəm, siz bir dənə gəlin astrologiyanı. Bu bilgisizlikdir. Bilgisizlikdən irəli gəlir və təbiidir ki,
bütün insanlar astrologiyanı oxuya bilməz, Bəli. astronomiyanı oxuya bilməz. Bəli. Bütün insan dəqiq elmləri bilə bilməz. Əlbəttə ki, bunların hamısının kökündə dəqiq elmlər, bəli, hesablama, cəbr, riyaziyyat, bəli, əl-cəbr durur. Mən baxmayaraq ki, dəqiq elmləri o qədər də dərindən mənimsəmək, mən daha çox humanitar elmlərə yönümlü bir adamam. Amma astrologiya, astronomiyanı oxuyaraq, ta ki orta məktəb illərindən ki biz keçirdik, oxuyaraq mən onları dərk edərək artıq öyrənməyə başlamışam və sayıların insan həyatında nə demək olduğunu, hansı önəmləri daşıdığını siz bunu daha gözəl bilirsiniz mütəxəssis olaraq. Yəni bunları daha çox öyrənməyə çalışıram. Mən hər zaman deyirəm ki, bu mənim üçün bir hobbidir, yəni bir maraq. Çox gözəl bir hobbidir. Mən hər zaman deyirəm ki, necə ola bilər ki, tarixdə şahlar, padşahlar hər zaman öz saraylarında münəccim başı saxlayıblar. Bəli, çox maraqlı bir fakt. Mən yaxın dostlarıma da deyirəm. Türkiyədə uzağa getməyək. Türkiyədə böyük bir park var, təsis var. O parkın içində Fəthiyənin bir muzeysi var. Böyük bir muzey var orada. Bəli. Və o muzeydə bizim Azərbaycanlı mütəxəssislər də çalışıblar və bu məni çox sevindirdi. Mən o muzeyə girdim və orada git bunları dedi, bildirdi bizə. Mən çox sevindim və orada çox maraqlı bir otaq var orada. Otaq var, belə səma açıqdır, qalaktikadır sanki və orada maraqlı ulduzların düzülüşü var. Mən sual verdim ki, bu nə deməkdir? Və gid mənə bildirdi ki, bu İstanbulu fəth edildiyi zaman, Mehmet ki İstanbulu nə zaman fəth etmişdi, o zaman ulduzların düzülüşü bu formada olub. Ay harda olub, Günəş harda olub, Mars necə olub, hücum, Pluton necə olub, bu ulduzların düzülüşüdür. Deməli, bunu 1453-cü ildə o vaxtki astroloqlar, rəmmallar, saraydakı bilginlər onu izah ediblər. Sultan Məhmədin özünün bir münəccim başı hər zaman o deyilir, tərəfdə çox inanırdı astrologiyaya. Bəli. Və o münəccim başı da elə Türkiyənin qızıl dövründən, elə Sultan Süleymandan üzübəri gələn şəcərənin nümayəndəsidir. Bugün də onun nümayəndələrindən var Türkiyədə. Yaşayırlar. Bəli, o elə biri də çox məşhur bir astroloqdur Türkiyədə və həmin o ulduzların düzülüşü Türkiyə, Mustafa Kemal Atatürk Türkiyəni Cümhuriyyət elan etdiyi anda Türkiyə Cümhuriyyət elan olundu və o Mustafa Atatürk'ün muzeyində də var. Orada da var ki, bəli, ulduzların düzülüşü bu formada olanda Türkiyə Cümhuriyyət elan olunub. Türkiyə bürcü, Əqrəb bürcü altında yerləşir və yüksələni səhv eləmirəmsə deyəsən Xərçəng bürcüdür. Yəni deməyim nədir ki, bunlar adi bir şeylər deyil, elə belə deyil. Bunlar hamısı astroloqların dərin hesablamaları ilə meydana gələn bilgilərdir. Və biz təbii ki, yəni mən şəxsim adına demək istəyirəm, bunları səthi olaraq, nə qədər oxusam da, bunları səthi olaraq bilirəm. Yəni o dərinliklərə yemək çox çətindir, amma ki, yəni özümü maraqlandıracaq qədər, maraq dairəm qədər çalışıram ki, bir şeylər əldə edim. Çox gözəl, həqiqətən də çox da böyük informasiyanız var Gülstan xanım. Gülstan xanım, biraz keçmişə gedəcəm. Çünki doğum xəritənizdə baxdım, 91 və 92-ci illərdə. Bayaq dedim Cənub ay düyümü. Hansı ki, insana karma verir, krizlər verir, itki verir. O sizin 7-ci evinizdədir. Münasibət eviniz, ailə eviniz, partnyor evinizdə bir tutulma almışsınız. Orada Neptun və Plutonun da təsiri var. Neptun bilirsiniz ki, astrologiyanı bildiyiniz üçün itki, məyusluq, xəyal qırıqlığı, Pluto krizlər, ölüm, yenidən dirim və belə bir kombinasiya almışsınız o dövrlərdə. Həqiqətən də, bəli, o illər mən at ilində ailə qurmuşam. Bəli. Yəni Atilində 36 il bundan əvvəl. Bugün onlar da bir az-maz analiz etməyə çalışıram. Və mən Bakıda bütün həyatımı geridə buraxıb, sevdiyim insanla ailə qurmuşam və getmişəm aqrar, şəhərdən uzaq, ucqar bir rayona ailə qurmuşam, getmişəm.
Lakin hamının da bildiyi kimi ölkəmizdə o dönəmlər elə ölkəmizin özü də çox böyük hadisələr, çətinliklər yaşayırdılar ölkə olaraq. Vətənimiz də çox ağır illər yaşayırdı və bəli, 91-ci ildə bu mənim həyatımda, həyat yoldaşım orada çox önəmli bir vəzifə daşıyırdı Cəbrayıl rayonunda və orada şəhid oldu mənim yoldaşım 91-ci ildə və mənim bəli, ailə bağlarım, həyatım dəyişdi. Övladım eyni zamanda dünyaya gəldi, yeni həyat gəldi və olduğum həyat da əlimdən getdi. Yəni həyat yoldaşımı itirdim və bu karma bir neçə il davam etdi bizim ailəmizdə. Qardaşım bir neçə il sonra şəhid oldu 94-cü ildə. Bəli, oradaydı və bunlar mən təbii ki o vaxt bunları nə bilmirdim, nə də ki o haqda düşünməyə zamanım yox idi və onları oturub fikirləşməyə ki, yəni çünki bu mənim dəyişdirə biləcəyim bir şeylər deyil. Gülşən xanım, biraz qəmgin notlardan çıxacağam. Çünki hər verilişdə maraqlı bir astroloji bir oyun keçirdirəm. Oyun deyəndə ki, dəvət olmuş qonağımın belə deyim, öz sahəsinə, öz sənətinə uyğun bürclərlə bağlantılı bir belə tapmaca oynayırıq. Nə gözəl. Və mən sizin repertuarınıza baxmışam. Zaten bilirəm, əzbər bilirəm, amma bəzi mahnıları seçmişəm bugün. Və o sizin mahnılarınızı sizə təqdim edəcəm adlarını. Mən istəyərdim ki, siz ona hər mahnının ruhuna uyğun bir bürc seçəsiniz. Yəni mən mahnının adını deyəcəm və o mahnını hansı bürcün ruhunda görürsünüz. İlk mahnımızı deyəcəm, ən sevdiyim mahnılarınızdan biridir. Kimsən sən? Sizcə bu hansı bürcün ruhuna oxşayır bu kimsənsə? Onun mahnıları, sözləri ola bilər. Bəlkə onu oxuyanda keçirdiyiniz hissiyat və yaxud da o sözdən də yola çıxa bilərsiniz. O sözlərlə yola çıxsaq, mən elə bilirəm ki, o mahnı mənim oğlumdur. Yəni övladım, ya xərçəng bürcü. Xərçəng bürcü. Su ünsürü var orada. Ona, yəni elə, yəni həyatıma gəlişi də, yəni mənə bir övlad xoşbəxtliyi, ana kimi verdiyi, elə bilirəm ki, elə yəni oğlum, yəni o mahnıda belə hiss edirəm. Oğlunuz xərçəng bürcüdür. Xərçəng bürcüdür. Nə gözəl. Anasına 100% aynı, anasına, övladlarına bağlı. Evcil, ailəcanlı, anacanlı, yəni ailəyə bağlı, vətənə bağlı olurlar. Sədaqətli, çox sədaqətlidir, etibarlıdır və bir də bəlkə də onların çatışmayan bir xüsusiyyətidir. İnsanlara inanan, inanaraq yola çıxandır. Həm inanırlar, həm də ki, onlar təmənnasız insanlara çox özlərindən çox verirlər. Enerji, şəfqət, kömək, dəstək və sonda da görürlər ki, insanlar onların etdiklərinə layiq deyirlər və cavab ala bilmirlər. O zaman da məyus olurlar. Çox məyus olurlar, çox məyus olurlar, bəli. Onlarda o xüsusiyyət var. Var. İkinci bir mahnınız, təşəkkür mahnısı. Orada təşəkkür edirsiniz hər şey üçün. Orada hansı bürcün enerjisi ola bilər? Təşəkkür, zəriflik, biraz duyğular, nəzakət. Nə bilim, açığı mahnıları oxuyanda o barədə heç düşünmürəm də. O mahnıların bir enerji, hər mahnının bir enerjisi var da. O məni çəkir. Bu elə bilirəm ki, təşəkkür elə buğadır. Buğadır. Yaşanmışların nəticəsi olaraq, yəni bugünkü mən, bugünkü mən, elə bilirəm elə buğadır. Nəyə görə buğadır? Orada bir yaşayıb gəldiyin həyatın bir bağlılığı, xoşbəxt bir, yəni bugünkü gün üçün xoşbəxt bir kadensiyası var. Bugünkü üçün, bəli, bir rahatlığı var. Yəni arxada buraxdıqlarına rəğmən, yaxşı ya da pis. Yəni bugün bildiyiniz kimi, yəni buğa Zöhrə ulduzudur da, Venüsdür. Sevgi ulduzu altındadır buğa. Yəni bütün sevgilərə, səni yanıldan, ağladan, gerçək, yalançı, yaxşı ya da pis və yaxud səni yarı yolda buraxan bütün sevgilərə, fərqi yoxdur. Bu qadın-kişi sevgisidir və yaxud həyatın içində olan hadisələrlə, rastlaşdığın insanlarla, imtahan olduğun insanlarla olan sevgilərindir. Yəni nəticədə onlara bir təşəkkürdür. Elə bilirəm buğa.
Yəni bunu buğa adlandıraram. Bu adlandırırsın. Növbəti gəl. 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 Gəl, nə bilim, gəl məndə hansı assosiasiya olur? Məndə şir. Hə. Şir kimi. Mən atəş Çağırırsınız. Hə, atəş ünsürüyəm Bəli, mən. bəli. Yəni o mahnı mənim fikrimdə həmişə canlanır ki, ətrafda nəsə bir yanan bir nələrsə var. Ətrafda bir tonqalmı var. Ətrafda bir, yəni düşünürəm ki, düz o mahnıya biz bir musiqi bir rolik elədik, bir musiqi nömrəsi kimi çəkdik, amma mən orada qırmızı paltar düşünürəm özümü. Nəsə həmişə belə. Hə, belə ona görə. Sonuncu bir mahnını deyəcəm. Bu niyə seçmişəm? Çünki mənim eyni zamanda bu ata yurdumdur. Cəbrayıl. O mahnı mənə yanvar ayını xatırladır həmişə. Yanvar ayı xatırladır nəsə mənə. Cəbrayıl. Hə, yəni, hə. Siz düşünürəm ki, hər bir insanın həyatında elə bir insanlar var. İnsanlar varmı, insanlarmı, ya əşyalarmı, nə bilim yermi, ya nəysə, bu bizim atamızda ola bilər, anamızda, qardaşımızda, nə bilim sevgilimizdə, həyat yoldaşımızda, nə bilim övladımızda ki, biz onları düşünəndə, hətta belə və yaxud görəndə ağlamaq tutur bizi. Nostalgiya bir şeylər. Yox, yəni hətta sevinsən belə ağlayırsan. Ağlayırsan. Sevincdən ağlayırsan. Hə, yəni bax Cəbrayıl, yəni o mahnı. Bəli. Oradakı sözlər, ümumiyyətlə o insanlar, məsələn, mənim həyat yoldaşım, məsələn, mən düşünürəm ki, bəlkə də bunlar ona görə mənim qarşıma çıxdı. Yəni məni həyatda ağladan bir şeylər, ağladan bir məsələn, təbiidir ki, yoldaşım haqqında həmişə danışanda, yəni bu illərlə bu baş verir, yəni televiziyalarda da, efirlərdə də, yəni çox insanlar bunu görüblər, yəni hər dəfə özümə söz verirəm ki, ağlamayacağam da, göz yaşı yoxdur da, ağlamayacağam. Qələbəmizdən sonra ümumiyyətlə özümə söz vermişim ki, ağlamayacağam, amma yəni o ağlıma gələndə belə məni ağlamaq tutur. Yəni bu deməli o insandır. Bəli. O insandır və bu mənim bir baldızım var. Yəni çox sevdiyim baldızım, çox istəyirəm onu. Dalaşırıq da, barışırıq da. Yəni hər sözümüz, sirrimiz birdir. Onunla da mən görüşəndə, yəni o hissləri keçirdirəm. Yəni onun görəndə sevinirəm, çox istəyirəm onun xətrini. Yəni artıq 40 ilə yaxındır bərabər qohum kimi yol gəlirik də. Yəni onlara gedəndə də ya bizə gələndə də, yəni bu hal baş verir. Bəli. Deməli mənim həyatımdakı o ağlamaq, məni ağladan hissə o hissədir deməli. Hər bir insan həyatında bu fərqlidir. Məsələn, elə insan var ki, məsələn, bir musiqini eşidir, o musiqi onun beynində o ağlamaqdır, məsələn. Məsələn, Cəbrayıl da mənim, yəni ağlımda, mənim, yəni mənim beynimdə, yəni odur, o rəngdədir, yəni odur. Mənim üçün Cəbrayıl mahnısı, elə Cəbrayılın özü, yəni oran insanları da mənim üçün çox fərqlidir, yəni xüsusidirlər mənim üçün. Necə gözəl, həqiqətən də çox gözəldir. Mənim üçün də, mənim də bu sarı simimdir. Cəbrayıl, düzdür, hələ görməmişəm oranı, gedib çıxa bilməmişəm. Mən neçə dəfə getmişəm. Gediblər, mamam gedib, atam gedib, hamı gediblər, amma mən çox planlayıram inşallah bu yaya getməyi, inşallah gedəcəm, mütləq. Getmək lazımdır. Orada, təbii ki, sən oranı görməmişsən. Mən görməmişəm, onlar danışırlar, deyirlər, burada bu var idi, burada bu var idi. Ora gedəndə sən onları hiss edəcəksən. Torpaq. Hiss edəcəksən. İnan mənə, adam oranı hiss edir. Hiss edirsən torpağını. Oradan gəlir axı. Hə, bəli. Nəsil oradan gəlir. Bəli. Hiss edirsən. Mənim bir sıra mən araşdırmalar eləmişəm. Həyat yoldaşım mənim əvvəlki həyatımda mənim döyüş
döyüş yoldaşım olub, döyüş dostum olub, belə deyək. Və o döyüşdə o şəhid olub. Əvvəlki həyatımızda. Və o övladını mənə əmanət edib. Mənim döyüş dostum olaraq. Və bugünkü həyatımda yenə də o gəldi, o insan mənim qarşıma çıxdı və mənim döyüş dostum oldu. Yəni, bu həyat mübarizəsində döyüş dostum oldu və şəhid oldu. Yəni, bunlar təsadüf deyil. Mən bunlara inanıram və bunların təsadüf olmadığına inanıram. Çünki həmişə deyirlər ki, insanların seçimləri yaşayırlar. Və nə seçirlərsə, ona doğru gedirlər və o həyatı yaşayırlar. Mənim ətrafımda təbiidir ki, yəni dünyadakı bütün qızlar kimi neçə-neçə oğlanlar var idi. Mən başqa adamlar seçə bilərdim, evlənə bilərdim, Bakıda qala bilərdim. Niyə məhz mən onu seçdim? Niyə məhz onu seçdim? Niyə? Bilə-bilə ki, özdə mənə demişdilər, mən bilə-bilə ki, bu belə ola bilər, belə ola bilər. Deməli, bu mənim karmamdır da. Deməli, mən bunu seçməli imişəm. Bəli, tamamilə doğrudur. Bu yaşanmalıymış. Bəli. Gülstan xanım, deməli, sizə bir cümlə ilə təsvir eləyəcəm və o təsvirin hansı bürcayda olduğunu mənə deyə bilərsiniz. Hisslərini dərin yaşayan, qayğıkeş, həssas xarakter. Hisslərini dərin yaşayan, qayğıkeş, həssas xarakter. Elə xərçəng bürcüdür. Bəli, tamamilə düzdür. Bəli, düz deyirsiniz. Diqqət mərkəzində olmağı sevən, qürurlu, özünə güvənən xarakter. Bu tərəzidir məncə. Tərəzidir. Mən tərəzi də düşünürəm. Diqqət mərkəzinə. Qürurlu sözü var orada. Orada qürurlu sözü var. Bu qürurlu sözü varsa... Ego. Mən desə bu şirdir. Bəli. Tərəzi də diqqət çəkməyi sevir. Amma tərəzi balanslıdır. Biraz sinsidir, belə deyək. Bəli, diplomatdır. Şir isə zərifcə sakit, amma şir bunu qabarıq göstərir. Tamamilə doğrudur. Xüsusilə də kişiləri. Bəli. Kişiləri bunu çox qabarıq göstərirlər. Sir saxlayan, güclü hisslər yaşayan, intuitiv xarakter. Dərin xarakter. Sir saxlayan qız bürcüdür. Qız bürcüdə var. Qız bürcüdə var və bir dənə də bürc var. Bəs intuitiv? İntuitiv olan əqrəbdir. Tamamilə doğrudur. Dərin, intuitiv. Əqrəb çox, necə deyim, siyasətçil bir bürcdür. Çox. Qadınları xüsusilə. Çox. Deyir, əqrəbin dörd tərəfini bağlayarsan, özün çalar. Əqrəblər belədir. Və məsələn bir söz onun ürəyindədir də, istəyir ki, o gözləyəcək, onun məqamı gələcək və o sözü yerində deyəcək sənə. Məsələn, qoç onu eləmir də. Elə bir ki, qoç, məsələn bir medalyon düşünsək, qoçun əks üzü əqrəbdir. Qoç nə qədər səbirsizdirsə, əqrəb o qədər səbirlidir və çox siyasətçildir, çox, necə deyim, qoç intiqamını yerində alacaq. Əgər sevməsə deyəcək ki, sənə mən bunu sevmədim. Açıq sözlüdür. Əqrəb isə yox. Gözləyəcək və lazım gələn zaman. Əqrəb çox sinsidir, amma əqrəbin kişiləri daha gözəldir, mən deyərdim. Onlarda bir karizma, karizmaları var və deyirlər ki, əqrəbin kişiləri çox, necə deyim, daha ehtiraslı olurlar. Daha çox, yəni, axtarırlar. Amma axtardığını tapdıqdan sonra onlar dayanır. Əqrəb kişiləri belədirlər, ailə canlıdırlar, sevdiklərini sahiblənəndirlər, qoruyucudur. Bəli, əqrəb kişiləri daha qadınlara nisbətən daha gözəldir. Bəli, tamamilə doğrudur. Məsuliyyətli, ciddi, məqsədlərinə fokuslanan, işləyən. Oy, bu bürc. Yanvar ayında. Oğlaq bürcüdür. Qadınları xüsusilə çox təhlükəlidirlər. İşkolikdirlər, çox ağıllıdırlar. Kiminsə yanında əgər sən oğlaq qadını görürsənsə,
bil ki səndən keçəcəyi var. Bir məqsədi var. Ona görə ordadır. Məqsədinə çatandan sonra ilim itəcək. Əsas məqsəd qadınlar belədir. Hə, çox məqsəd. işləyəndirlər. Əksində mən onları təqdir edirəm. Çox çalışqandılar, məqsəd yönlüdürlər. Yəni onlar üçün ailədən də irəli onların işi, karyerası, yəni öz həyat xəttləridir. Bəli. Belə deyərdim. Ailəcanlıdırlar, düzdür. Çox. Amma ailəni də işə görə qururlar və idarə edirlər. Belə deyərdim. Çox düzgün vurğuladınız. Gülsəm xanım, hər detalı düşünən, analiz edən, mükəmməlliyətçiliyi axtaran. Mükəmməlçiliyi axtaran elə qız bürcüdür. Bəli. Dəhşətlidir. Özündən bilə. Qız bürcüsüz. Qız bürcünün şkafını açarsan, hər şey porядка, səliqəli. Paltarlar, jaketlər, paltolar, yufqalar, hər şey porядкada. Sürməsini açarsan, 100 manatlar ayrı, 10 manatlar ayrı, 1 manatlar. Yəni o qədər bir işi görəndə düşünürlər ki. Çox. Amma qərar verdimi və salam, o adımı atacaqdı. Hər şey içinə atandılar. Hə, dərin duyğulara malik adamlardılar. Hər şey içəridə yaşayırlar. Hə. Amma xoşu gəlmədiyi bir adam, məsələn də adamın bir hərəkəti varsa, onu yığır. Bir gün ağlaya onu o adamın üzünə deyir. İnanırsınız, gedirəm, məsəl üçün, hər hansı bir restoranda otururam. Məsəl üçün, uşaqlarla yeyirik. Yəni, orada ofisiantın gəlməyini gözləmədən mən özüm... Masanı da yığışdırırsan. Onu ora salf edir. Yox, burada yaxşı görsənmir, bu yeyib, uşaqlar bunu bir qaba yığır, bunu götürür, zəhmət olmasa. Ortalıqda dağınıqlıq görəndə, hara gedib, dağınıq görəndə ürəyimi sıxılır. Mənim evdə çalışanım var idi, o qız bürcüydü. Mən ondan bilirəm, yəni ondan mən... Səliqə. Hə, daimi, hə. Çox səliqəli idi, çox təmizkar idi, çox hər şey porядkalı idi, çox qabiliyyətli idi, bir iş düş falan. Amma o dediyim o xarakterlər, hə, onda var idi. Var. Hər zaman lider olmağı sevən cəsarətli bürc. Hər zaman lider olmağı sevən qoçdur. Qoçlar. Bəli. Savaşçı, cəsarətli, həyata mübarizə üçün gəlib. Bəli, yəni hər bir bürcün özünün həyat missiyası var. Yəni təəssüf ki, qoçda da belədir. Yəni bütün əslində uşaq kimi, qəlbi uşaq kimi, əslində o bürclərin ilkidir də, birincisidir. Bəli, zaten qoç bürcü uşaqdır. Yəni bu bürclər irəlilədikcə o təkamül, inkişaf edir. İrəlilədikcə əslində mən deyərdim ki, elə bürclərin də yaşları o cürə yaşına görə, yaşlana o bürclərdə də o özünü təzahür eləyir, belə deyərdim. Çox düzgün deyirsiniz. Sizcə danışmağı sevən, dəyişkən, yerində durmayan, sosial? Oxatan, bəli. Bəs yaxşı, hardasa dəyişkən, danışmağı sevir, amma hamının onu dəyişkən deyə adlandırdığı bürclər, dolçalar var. Hava ünsürü. Hə. Tamam. Bir dənə də var. Dolça əkizlər. Həm də onlar əkizləri sevmirəm, açığını deyim. Əkizləri çox adam sevmirəm. Əkizlər əslində Merkuridirlər də onlar. Əslində ictimai adamlardılar. Bəli. Danışmağı sevirlər, münasibəti, atnaşıyan sevirlər, nə bilim, sosiallaşmağı sevirlər, sosial şəbəkələri sevirlər. Bu informasiyalar, nə bilim, kompüter, telefon, nə bilim, bu şeylər bunlarıqdır. Amma danışmağı çox sevirlər. Çox. Əkizlər. Bunlar iki adamdılar da, amma yəni tez dəyişirlər. Dəyişirlər. Məsələn, missiyası burada bitdisə, goodbye. Sağ ol. Onu tuta bilmərsən. Yəni sağ olun. Hə, yəni ailəmizdə bacı uşaqlar var, belə uşaqlar var ki, onlar əkizlərdirlər. Xüsusilə də qızlar daha çox. Kişi əkizlər çox ağlayıb sıtqıyan olurlar. Sevmirəm kişi əkizləri ümumiyyətlə. Qadınlar amma çox belə həyat sevən, çox belə bir ortama girin, əkizlər bürcünün səs-küyündən bilirsən ki, bu. Hə, çox
ortama tez qarışan, alışan, bəli, çox belə səs-küy, təmtəraq oynasın, yesin, içsin. Məsələn, hər gün restoranlara getsin, otursun, orada rumka vursun, nə yəni onların bir tərəfi də oxatandır. Oxatanlarda da o var. Oxatan, yəni onlar da eş-işrət, əyləncə, macəraçıdılar, oxatanlılar, səyahəti sevirlər. Azad olmaq istəyirlər. Azad olmaq istəyirlər. Onları məsələn bir qəfəsə sala bilmərsən. Bəli, qadınları ümumiyyətlə çox çətindir oxatanların. Ailə ortamında da onlar çox çətin olurlar. Məsələn, mənim Aygürcüm oxatandır. Mən hiss eləyirəm onu ki... Sən gəzəndə, məsələn, söhbət edəndə yəni rahat olursan. Mən yaşayıram. Bu səni yaşadır, gəncləşdirir. Mən dostlarımla zaman keçirəndə, mən səyahət eləyəndə, mənim ruhum azad olanda mən yaşayıram. Yenilənirsən. Yəni məni kimsə qəfəsə salsa, mənim istəklərim olmasa, mən elə bilərəm ki, dünyanın sonunda mən bütün pozitivliyimi itirərəm. Bu mənim əslində odun sürünün əlamətləridir. Çünki onlar azadlıq sevirlər. Azadlıq sevirlər. Azadlıqları nə zaman ki məhdudlaşdırıldı, o zaman onlar həyatdan küsə bilərlər. Yəni yaşamırlar. Amma onu da demək istəyirəm ki, o azadlıqlara da sərhəd qoyan bir adam mütləq lazımdır oxatanın yanında. Zaten var. Bu olmasa, yəni bu müəyyən sərhəd olmasa, oxatan alıb başını gedəcək. Alıb başını gedəcək. Necə ki, qoçlara da aiddir. Tamamilə doğrudur. Alıb başını gedəcək. Bəli, bir sərhəd verən insan da var. Yenə qayıdıram o 82-ci il, 81-ci ildə o Dəclə-Fərəd sahillərinə. Orada deməli yazır Qəzənfər Paşayev, yazır ki, Qoç bürcünü tərifləyir, budur deyir. Amma deyir, o qoyundur, qoçdur da. Onu öz başına qoysan, o otlayıb gedib başqasının da deyir, otlaq sahəsini deyir, otlayan, zəbt eləyər. Elə maraqlı bir də onu göstərmişdi. Mən kitabı tapıb oxuyacağım. Mən heç oxumamışam onu. Çox maraqlıdır. Sadədir, yəni bugün üçün çox sadədir. Amma o illər üçün, yəni Azərbaycanda böyük bir sensasiya idi. Qəzənfər Paşayevin bu kitabı, yəni əllərdən düşmürdü də, çox maraqlı idi. Çox maraqlıdır. Güzdə xanım, gəldik verişimizin sonuna. Və verişimizin sonunda hər zaman ənənəvi bir sualım olur bütün qonaqlara. Sizə də o sualı verəcəm. Merkur retrosunu zaten sizə izah eləməyə ehtiyac yoxdur ki, Merkur retrosu keçmişə bir səyahət, keçmişi dəyərləndirmək, biraz retro artıq müəyyən şeyləri düşünmək və tamamlamaq. Əgər həyatınıza bir Merkur retrosu etsəydiniz, bir keçmişə geçsəydiniz, həyatınızda tamamlanmamış nəyi tamamlayardınız? Nəyi dəyişmək istəyərdiniz? Mən bütün həyatım boyunca, yəni ailəm, həyatım dağıldıqdan sonra bütün həyatım boyunca çalışmışam, işləmişəm. Yəni həyatımı cırmaq, yəni öz gücümə vuruşa qazanmışam. İstər sənətimdə, istər ailədə, istər məni sevən insanların, sevdiyim insanların qarşısında, yəni etmişəm. Amma mən bu həyatımı dəyişmək istəməzdim. Təbii ki, bu mənim yəni dəyişməz. Çünki mən sevgimi dəyişə bilməzdim axı. Mən yəni elə hər şeydə oradan başlayır, seçimlərdən başlayır. Amma mən bu sənətə gəlməzdim. Yəni başqa bir sənət seçərdim. Yəqin ki. Elə mənim uşaqlığımdan, yəni bu var idi əslində. Mən əslində o üzərində oxuyurdum. Həkim olmaq istəyirdim. Həkim olmaq istəyirdim və həmişə atam deyirdi ki, bu sən doğuşdan bala, bu səndə var. Doğuşdan bu səndə var da. Yəni həkimlik özü də bir vergidir, ilahi bir vergidir. Necə ki səs, necə ki sənət, bəli, loğman olmaq, yəni şəfaçı olmaq, insanlara bu şəfanı, o işığı vermək, bu özü də bir ilahi bir vergidir. Yəni bugün də yəni dost ortamlarında mən həkimzadə deyirlər, həkimdir də müəyyən şeyləri. Yəni o olardım. Bəlkə də daha başqa yerlərdə olardım, amma düşünürəm ki, hər bir halda harada olsaydım mən qabaqcıl, öncül bir insan olmağa çalışardım. Bəli. İstedadlı insanlar, bəli,
hər sahədə istedadını göstərə bilir. Həkim kimi, dərzi kimi, müəllim kimi fərqi yoxdur. Yenə də siz hansı sahədə olursansa olun, yenə də siz Gülstan Əliyeva olacaqsınız. Yenə də hər şeyin ən zirvəsində bir imzam olacaqdır, bəli. Bir Qoç bürcü kimi əksi zaten düşünə də bilməz. Bəli. Gülstan xanım, deməli bizim verilişin bir sponsoru var. Gözəl. İpək parça üzərində işləmələr eləyirlər, şarflardır bunlar. Amma bu başqa bir seriyadır. Nəyə görə? Bu individual, xüsusilə mənim verilişimin qonaqları üçündür. Nə gözəl. Çünki mən onlara verilişimin qonaqlarının doğum xəritələrini deyirəm, bürclərini deyirəm və onlar hər bir qonağa özəl olaraq bu, belə deyim, şarfın üzərinə sizin xəritənizi, sizin adınızı, sizin bürcünüzü işləyirlər. Mən istəyirəm onu açasınız, baxasınız görüm. Bu bir mən hədiyyə açmağı sevirəm. Çox maraqlı və individual bir hədiyyədir. Çox incə düşünmüsünüz, çox. Yəni bu bir tarix kimi bu məndə qalacaq, mənim arxivimdə. İnşallah. Məncə bu sizin geyiminizə də uyğunlaşır. Hə, siz böyük dünya çapında tanınmış bir astroloq olacaqsınız inşallah. İnşallah düşünürəm ki və o vaxt mən bunu göstərəcəm. Bu mənim xəritəmdir. Bəli. Nə maraqlıdır. Bu sizin doğum xəritəniz və yüksələniniz buğadır orada. Baxın. Hamısı var orada. Nə gözəldir, nə gözəldir. Mən bunu xüsusi bir çərçivəyə salacağam və asacağam. Otağımdan asacağam bunu. Nə gözəldir. Bürcünüz belə var. Baxın, Qoç. Nə gözəl eləmişsiniz. Bu sizin xəritənizdir. Baxın, buğa, günəşiniz Qoç, 12-ci evdə. Marsımı da etmişsiniz. Element fire eləmişsiniz, simvol, Marsınız, nə gözəl. Mən bunu çərçivəyə salacağam və öz otağımdan asacağam bunu. Çox təşəkkür edirəm, çox dəyərli. Ümumiyyətlə, mən həyatda mənim devizim var. Mən insanlara, ümumiyyətlə, özümə də eyni zamanda təbii ki, insan özünə layiq gördüyünü insanlara da layiq görür. Mən həyatda bir devizim var ki, mən həyatımda istifadə edə biləcəyim şeyləri alıram hər zaman. Və hədiyyə verdiyim zaman o insana istifadə edə biləcəyi, hər zaman ona gərəkli, dəyərli ola biləcəyi hədiyyə verməyi sevirəm. Əlbəttə ki, bu insanlar çox az insanlardır ki, mən yaxından tanıdığım insanlardır ki, yəni mənim o hədiyyəm həqiqətən də onun üçün bir dəyər kəsb edəcəkdir. Və mən çox sevindim ki, qarşımda belə bir insan gördüm və siz də belə bir insansınız ki, həmişə mənə çox dəyərli olan bir hədiyyə mənə verdiniz. Çox təşəkkür edirəm. Mən çox sevindim ki, siz onu bəyəndiniz. Həqiqətən də bilirəm ki, astrologiyanı sevən biri kimi sizə özəldir. Sizin xəritəniz, çox təşəkkür, bürcünüz, hər bir şey həyatım boyu bu olmayıbdı. Yəni bu ilk idi ki. Nə gözəl, mən çox sevindim. Bəli, çox ipək yaylıqlar, dəsmallar, yəni təbiidir. Ən fərqli formada keçədən hazırlanmış, keçə ilə şifondan kombin olunmuş, ipəkdən olunmuş, nə bilim basma, nə bilim kəlağaylar hətta. Amma bu burada sizin doğum xəritə, həyat yolunuz. Siz çox böyük iş görürsünüz. Bu yəni çox maraqlı bir işdir. Bunu necə kimlə etmisinizsə bu çox bu hələ ki Azərbaycanda sırf mənim qonaqlarım üçün var. Yəni bu marka ilə bir əməkdaşlıq elədik və dedim ki, mən çox istəyirəm ki, mənim qonaqlarıma dəyərli bir hədiyyə olsun, yadda qalan olsun və mənim sahəmlə bağlantılı bir şey olsun və belə bir fikrə gəldi. Bu Silk Note yəni çox gözəldir. Buranı gedib görmək lazımdır. Mütləq. Çox istəyirəm. Xanım, çox təşəkkür edirəm. Gəldiyiniz üçün sizi çox sevirəm. Mən təşəkkür edirəm. Sizi bütün Azərbaycan xalqı sevir. Səsinizi, zərifliyinizi, kübarlığınızı, bunu hər zaman mən eşidirəm və hər zaman da deyirəm. Mən çox minnətdaram ki, mənim təklifimi qəbul etdiniz, gəldiniz. Bilirəm ki, biraz problemlər vardı, amma dediniz Aytən xanım, mən sizi qırmayacağam, gələcəm. Təbii ki, əlbəttə. Çox sağ olun, var olasınız. Təşəkkür edirəm bugün burada iştirak elədiyiniz üçün. Çox sağ olun, çox təşəkkür edirəm. İnsanın ən böyük qazancı bilirsiniz nədir ki, sevdiyi insanlara zaman ayırmaq. Bəli. Dostları olsun, ailəsində olsun, yəni sevdiyin insana öz zamanından xərcləmək, zamanından vermək,
Bu ən böyük dəyərdir. Yəni bunun əvəzi, təlafisi, qarşılığı yoxdur. Sən də mənim çox sevdiyim bir xanımsan və sənin bu işini alqışlayıram, uğurlar arzulayıram və yeni daha gözəl layihələr arzu edirəm. İnşallah. Əməkdaşlara da təşəkkürlər. Çox minnətdaram, çox təşəkkür edirəm. Sağ olun, sağ olun. Əziz izləyicilərimiz, daha bir həyatın Merkur Retrosunun sonuna gəldik. Növbəti verilişdə, növbəti qonağın doğum xəritəsində görüşənə qədər.